Necə Allah Teala deyir, salih əməllərin ən əsaslarından La ilahe illallah Muhammeden Resulullah sallallahu aleyhi ve sellem şəhadətini deməkdir. Adam deyir ki, əşhədü ən la ilahe illallah var, enne Muhammeden Resulullah yoxdur, boş şeydir. Değerli cemaatimiz, adam deyir ki, Muhammed şəhadəti sallallahu aleyhi ve sellem getirmək lazım değil. Yani indiyə qədər bizim qəbul etdiyimiz Peyğəmbərimiz Muhammed, Allah'ın ona salavatı ve salamı olsun. Biz bilirik ki Allah'ın Resuludur. Şehadet getirende de demiş ki eşhedü en la ilahe illallah, eşhedü enne Muhammeden abduhu ve rasuluhu. Ve yakta eşhedü enne Muhammeden Resulullah. Adam diyor ki sen deme bu boş şeymiş. Demek lazım değil. Esas la ilahe illallah diyesen. Değerli halkımız, zamatımız, adam dindən hiç ne saklamıyor. Yani adam başka bir qaba düşüb. Yani belə deyək, nəsə eləmək istəyir, alındıra bilmir, düşüb başqa qaba. Yəni mikrofon tutmaqdan, jurnalist işləməkdən gəlib olub din təbliğatçısı. Və elə buna görə də ağlı bunu aldadıb. Dindən heç bir şey saxlamıyor. Kəbin olmaz. Sən demə kəbin yox imiş, o da boş şeydir. Və kəbini inkar elədiyinə görə insanları hara yönəldir? Təsəvvür edirsiniz, kəbini inkar elədiyinə görə insanları yönəldir hara? Qiriyyətsizliyə.